Buradakı paltarlar çox uyğun qiymətədir. Baxanda aralandı zövqlü paltarlar da var. Prosta qiymətləri hədsiz baha idi. Sabah 9-udur, yəni mənim ad günümdür. 30 yaşım olacaq inşallah. Elnarənin toxuduğu çantalar arasında ən çox xoşuma gələn budur. Ətin özünə duz vurmaq yadımdan çıxmışdı. Biznəmiz də gəlib və mənə belə bir tort hədiyyə elədi. Yaxından göstərim necə. 30 yaşımı qeyd eləyirəm. Gəlin maşınlar gəlib, hamısı da Qalenbagendir. Nazilə xalasının adından və onun Keçirdəndən sonra keçirik indi də marketdən bir şeylər almağa. Hər kəsə salam qızlar, kanalıma xoş gəlmisiniz. İnşallah yaxın günlərdə Rəhimə bacımın nişanı olacaq. Ona görə də gəlmişik Binə Ticarət Mərkəzinə. Paltarları buradan alacağıq. Binə Ticarət Mərkəzində elə mallar var ki, çox bahalıdır, eləsi də var münasib qiymətədir. Oradakı işçilərdən soruşduq, çalışdıq ki, biz uyğun qiymətə olanı alaq, çox bahalı almayaq. Çünki çoxlu almaq istədiyim məhsulu bahalı alsaydıq miqdar az olacaqdı, amma çalışdıq ki, biz uyğun qiymətə alaq və miqdarı çox olsun. Aldıqlarımız arasında bahalı olan da var idi, münasib qiymətdə də olan var idi. Yəni çalışdıq ki, qiymətinə yox, görünüşünə fikir verək. Yəni xoşumuza gəlirsə görünüşü, o zaman almağa qərar veririk. Əgər siz də nişan xonçası üçün paltarlar almaq istəsəz, uyğun qiymətə istəyirsinizsə əgər 6-dan oyanadır, yəni 6, 5, 4. Bu sıralarda qiymətlər münasib olur. Ən çox uyğun qiyməti olan gözəl paltarlar isə 5-ci sırada tapdıq. Yəni siz də keçsiniz, əsas 5-ci sıraya nəzəri salın. Bu mağazanın kartını götürmüşəm, onun şəklini ekranda qoyacağam. Yəni istəsəz buradan gəlib ala bilərsiniz. Buradakı paltarlar çox uyğun qiymətədir. Məsəl üçün bu paltarı biz 50 manata götürdük. Yəni bu cür şıqlıqda gözəl paltara, yəni 50 manatdan da çox pul vermək olardı. Başqa mağazalar bunu baha qiymətə satır. Belə formada olan paltarların da qiyməti 35 manatdır. Nişan xonçası paltarlarından əlavə böyük bacım üçün də paltar axtarırdıq. Onun üçün də nişanda geyinmək üçün bu bənövşə rəngdə paltarı seçdim. Razmer ölçüsünü dəqiq bilmirdim. Ona görə də dayıdan soruşdum ki, 63 çəkidə olan paltara uyğun geyim versin bizə. Da sağ olsun bizə yardımcı oldu. Öz yoldaşı da 65 kilodaydı. Deyirdi ki, 65 kiloya 42 razmel olar. Ona görə də biz elə 42 razmel götürdük. Hər razmeldə paltar da çıxartmışdı ki, biz rahat seçə bilək. Evə gedəndə də Elnara bacımın üstündə yoxlayacaq, görək paltar necə qalır. Xonça üçün paltar seçəndə həm gündəlik, həm də ziyafət üçün paltarlar seçməyə çalışdıq. Məsəl üçün bu paltar çox gözəldir, çox xoşuma gəldi. Həm sadədir, həm şıqdır. Qiyməti də 20 manatdır. Yəni o qiymətə inanmazdım ki, o qiymətə paltar olar. Binədə çoxlu paltarlar, koftalar var idi, amma ev geyimi sportivni dəstləri seçimi çox az idi. Nə qədər yer gəzdik, amma ev geyimi sportivni dəstləri xoşumuza gələni tapılmadı. Səhv eləmirəmsə ümumilikdə 4-5 dənə paltar aldıq. 5 dənə də kofta idi. Bir dənə kostyum dəst aldıq. Onda qiyməti 65 manat idi. Alanlar da bəzi kiçik ehtiyacları idi. Onlardan da aldıq. Keçəndə belə bir uşaq geyimləri olan yer gördük və istədik ki, Banu üçün bir dənə paltar alaq. Oradakı qiymətlər də münasib idi, yəni bahalı deyildi. Paltarların da əksəriyyəti elə qız uşaqları üçün idi. Əslində Temudan Banu üçün paltar sifariş eləmişdim. Prosta keçəndə Rəhimə dedi ki, Banu üçün də paltar alaq. Paltarın pulunu öz büdcəsindən ödədi, yəni Banuya hədiyyə elədi. Götürdüyümüz paltar roz yuyuqqalı bu paltar idi. Üstündə mişkası da var balaca. Qiyməti də 20 manat idi. Daha sonra bura gəldik ki, paltarlara baxaq. Buradakı paltarlar çox baha idi. Bircə ucuz olan yuxarıda mavi rəngi olan paltar idi. Onda qiyməti 50 manat idi. Yoxladığı əynində, amma xoşuna gəlmədi. Amma belə baxanda aralandı zövqlü paltarlar da var. Prosta qiymətləri hədsiz baha idi. İndi gəldiyimiz mağazada yaxşıdır. Buradan da 2 dənə paltar aldıq. Qiymətlər münasib idi burada da. Koftalarım daha çox oversize koftalar idi. Yəni bizim istədiyimiz stildə koftalar yox idi. İşçi personalları da çox yaxşı idi. Qərar verməyə çətinlik çəkənlər üçün çox gözəl məsləhətçi idi və çox köməyi oldu. Binəyə gələndə saat 1-dən evdən çıxmışdıq. Bura gəlib çatanda 2-nin yarısı oldu və çıxanda da 5-in yarısı çıxdıq. Yarım saata da bura bağlanırdı. Saat 5-də bağlayırlar. Qalan nə çatmadısa, Rəhimə öz tərəfimizdən alan mağazalardan alacaq. Gəldik, evə çatdıq və aldıqlarımız da bunlardır. Bu toy nişan səbətində Binədən aldım. Təsadüfi keçirdim, görən kimi də almaq istədim. Fikrimdə tutmuşam ki, içinə şokoladlar hazırlayım qoyum. Həm bacıma hədiyyə eləyəcəm şokoladları, həm də ki, reklama qoyacağam. Bəlkə də almaq istəyən olsa, satışı da gedəcək. Uzun zamandır şokolad səhifəmdə heç nə paylaşmıram. Elə axırıncı dəfə dovşan şokoladı düzəltmişdim. Onu satmışdım 30 manata. Əslində 30 manata çox baha satmışdım, amma ki, özləri təklif eləmişlər. Mən də ona uyğun qəlblər sifariş vermişdim. Gətizdirəndə ona görə baha alındı.
Qiyməti də mən 25 manat demişdim. Onsuz da qiymət 25 manat baha idi. Üstünə 5 manat özü əlavə elədi, 30 manat verdi. Amma indi olsa qəliblərin pulu hesaba qatılmayacaq, ona görə də ucuz olacaq qiymət. Bayaqçı kadrlarda bacım Elnarə üçün aldığımız paltarı əynində yoxlayırıq, görürük ki, əyninə tam oturur. Paltar düz əyninə oldu, tam əyninə oturdu. Prosta ətəkləri uzun idi. Onu kəsdirmək lazım olacaq. Hal-hazırda videonu çəkdiyim tarix ayın 8-idir, yəni 8 oktyabr. Sabah 9-udur, yəni mənim ad günümdür. 30 yaşım olacaq inşallah. Axşamdan da rəhmət olmaları bükür ki, sabaha hazır bişirmək olsun. Salat olaraq da cavalı salat eləyəcəyik. Yəni həmişəki kimi biz tarçın eləyirdik. Ondan bezmişəm, ona görə də bu dəfə cavalı salat eləmək istədik. Elnarə toxuduğu muncuq çantaları verir ki, Banu biraz onlarla oynasın, başını qaçsın. Yaxından da çəkim ki, çantaları görə bilərsiniz. Çantaların da hamısı bir-birindən qəşəngdir, toya uyğundur. Yəni toya gedəndə belə çantalardan istifadə eləmək daha gözəl olar. İçinə də açıram, baxıram ki, görürəm ki, içinə Banu konfetin kağızlarını atıb. Evdə mən də belə bir muncuqlu çanta toxumuşam, amma onun içində astarı da var. Başqa formadadır, onu da çəkəcəm, baxarsınız. Elnarənin toxuduğu çantalar arasında ən çox xoşuma gələn budur. Çox gözəldir, elə bir ki, nar dənələridir. Elnarə mənə muncuq hədiyyə eləyib bir paçka göyrəkdə, yəni ataya aldırmışdı. Üstündə belə zənciri ilə belə açılıb bağlanan dəmiri də var, onun adını bilmirəm nədir. Ondan mənə hədiyyə eləyib. Elə də qalıb, heç toxumamışam. Vaxt eləyəndə onu da videoda çəkəcəm, baxarsınız. Evə gedəndə göstərəcəm çantanı. Mən hamilə vaxtı toxumuşam. O vaxtı Banu hələ yox idi. Daha doğrusu yarıya qədər toxumuşdum. Banu olandan sonra qalmışdı. Ondan sonra biraz müddət keçdi. Sonra başladım onu tamamlamağa. Satışa qoydum, amma sata bilmədim. İstədim ki, 50 manata satım. O qiyməti verən olmadı deyənə mən də satmadım. Əslində həmin vaxtda muncuqlar çox baha alınmışdı. Yəni ucuz qiymətdə deyildi. Ona görə də baha aldığıma görə maliyyəti də o qədər deyildi deyənə mən o qiyməti istəmədim ki, ucuz satım. Ad gününü öz aramızda keçirdəcəyik. Bircə Rəhimənin nişanlısını çağırdım. Onsuz da qohumlar Rəhimənin nişanında gələcəklər, az qalıb. Fikrimizdə var ki, nişanda kebab hazırlayaq. Kebabları da ata hazırlayacaq, videoda çəkəcəm hamısını. Keçdiyi növbəti günə Qarabağ aşı bişirmək istəyirəm və belə bir qazan götürmüşəm, armudu qazandır. Belə alüminium qazanlarda aşındadır, çox gözəl olur. Aşın içində nələr vuracam, onları göstərim. Deməli, içində kişmiş qaysı turşu var. 2 dənə bütöv toyuq da doğramışıq. Qarabağ aşında ən əsası xurma vurulur, yəni belə xurmalardan. Şabalıd vurmurlar, amma şabalıda biz dağlar xoşlayırıq deyənə ondan vurmaq istədim. Yağ olaraq da möcüzə kərə yağından istifadə edəcəm. Düyünü də əvvəlcədən qoydum istansın, içinə biraz duz da qatmışam. Düyünün miqdarı da 1 kilodan çoxdur. Bu aş-süzəni hər istifadə edəndə o qədər rahat olur mənə ki. Yəni o bura aş-süzənlər kimi deyil, altına nəsə qoymağa ehtiyac yoxdur. Elə bunu ummanlikin içinə qoyursan, heç altı da demir, havada qalır. Yəni istifadə eləmək çox rahatdır. İçində elə göyərti yumaq da olar, nə istəsəniz yumaq olar. Düyünü artıq qazana tökmüşəm, qarışdıram ki, baxım görüm pişməyi necədir. Biz bu qarışdıran alətin adına kəfkir deyirik. Bu alət bizdə lap çoxdanlandır, yəni nənəmdən qalıb, görürsünüz, üstündə də yamağı var, yəni əvvəllər qırılıb, sonra da atam birləşdirib onu. Amma tam möhkəm deyil, biraz güc tətbiq eləyəndə əyilməyə meyillidir. Yağın yarısını götürürəm, qazana atacağım ki, ərisin, üstündən də toyuqları qoyacağam. Toyuqlar belə çiğ halda pişəcək aşın altında. Üstünə də indi soğanlarını əlavə edəcəm. Aşın hamısını yox, bir hissəsini əlavə edirəm, bir lay. Üstünə də ıslatdığım xurmaları, qaysı, şabalıd, kişmiş qaysının bir hissəsini əlavə edirəm. Sonra da həmin prosesi yenə təkrar eləyirəm. Bayaq fikir verdinizsə, mən qazanı fırlatdım. Hər bir tərəfə pişdikcə fırlatmaq lazımdır. Yoxlamaq üçün də barmağımı suya batırıram və qazana toxunanda cız eləyirsə, demək ki, həmin tərəfdəki toyuqlar qızarıb. Və bu prosesi də hər bir tərəfə pişdikcə təkrarlamaq lazımdır. Və ən əsası pişdiyinə əmin olmaq üçün dibindəki ətlərdən birini üstə çıxardırıq. Baxırıq görürük, əgər qızarıbsa, deməli aş hazırdır. Üstünə də bayaq saxladığımız yarımçıq yağı xırdalayıb dökürük bir-bir üstünə.
Aş pişdiyinə görə ədyalı bükürəm ki, isti qalsın. Biz süfrə açana qədər belə saxlayacağam. Geyimimi geyinib, makyajımı da eləmişəm. Hafif saçlarımı da ucundan vurdum. Çoxu mənə deyir ki, mənə düz saçdansa buruq saç yaraşır. Süfrəyə də hələlik salatlarla sokları qoymuşuq. Birazdan oturanda aşla dolmanı da qoyacağıq. Bu arada salatı da Rəhimə hazırlayıb. Gavalı salatıdır. Qozla gavalısı içindədir. Adətən biz həmişə eləyəndə üstündə qoyurduq, amma bu dəfə belə eləmək istədi. Meyvələri də əvvəlcədən yuyub qoymuşuq. Hazır burada. Çay içməyə onsuz da tort olacaq, amma hər ehtimala qarşı konfetləri də qoymuşuq. Ama kızım. Bak. Atan yediysen. Ata yesin. Ye. Sağ kızım. Hamı süfrəyə oturandan sonra aşı qablara çəkirik. Təxminən aşı 2 saat saxlamışıq, amma elə ilk bişirdiyim kimi isti qalıb. Bişirəndə bir şey yadımdan çıxıb ki, aşın özünə düyüsünə duz vurmuşdum, amma ətin özünə duz vurmaq yadımdan çıxmışdı. Fikrim banudaydı, ona görə də nəzərimdən qaçıb ki, ətə duz vurmamışam. Aşı qabları çəkməmişdən qabaq da üstünə ayrı bir qaba yığıram ki, altındakı ətləri rahat götürə bilim. Dolmaları da biz həmişə türk üsulu bükürük bu formada. Çörək doğramaq da yadımızdan çıxmışdı, sonradan yadımıza düşdü. Yeznəmiz də gəlib və mənə belə bir tort hədiyyə elədi. Yaxından göstərim necədir. Xaldenikdə də Azzadan alınan tortumuz var. Karamelli, ən sevdiyim tortlardandır. Bu tortu da inanıram ki, xoşuma gələcək şokoladlı tortdur. Üstündə əvvəl oxuya bilmədim nə yazılıb. Sonradan başa düşdüm ki, üstündə yazılıb ki, trufel. Hoppa, ula. Hoppa. Həmişəki kimi sizdən bir xahişim var, o da kanala abunə deyilsinizsə abunə olmağınızdır. Yorum yazıb, like edənlər çox sağ olun, nə yaxşı ki varsınız, mənə çox motivasiya verirsiniz. Çalışdıqca yorumlarınızı bol eləyin, hamısını da oxuyuram yazdıqlarınızın. Çalışdığım qədər də yorumları cavablandırmağa çalışıram. Atam çox vaxt mağazadan tort alanda həmişə yanımızdakı Təbriz mağazasından alır, Təbriz Şinyat evi. Amma mən oranın şinyatlarını sevmirəm, çox şirin olur oranın tortları. Ona görə həmişəki seçimim mənim Azzadandır. Özdə imanlı bu karamelli tortu çox sevirəm. Tortun ikisini də kəsəcəyimiz üçün belə bir dəfə istifadə elədiyim Happy Birthday şamı var, onu da o biri tortun üstünə qoyuram. 30 yaşımı qeyd eləyirəm, amma 30 rəqəmi istəmədim tortun üzərinə qoyum. Çünki yaşım artdıqca kompleks eləyirəm özümə. Ona görə də rəqəm yerinə belə şamları almağı üstün tutdum. Azzanın tortlarını ona görə həm də çox sevirəm ki, şirinliyi az olur. Çünki mən şirin çox sevmirəm. Şirinliyi az, kremi də yüngüldür deyəndən daha çox ekstra xoşum gəlir. Bu arada yeznəmizin aldığı tort da çox gözəl idi. Rəhimə çox bəyəndi. Əvvəlcə fikirləşdim ki, şəkil ya video çəkdirəndə burada oturum. Amma sonradan fikrimi dəyişdim. Ona görə ki, hamı bir kadra həmin yerdə yerləşmirdi. Ona görə də qərar verdim ki, yerimi dəyişim, baş tərəfdə oturum. Bu aralar çalışıram ki, nişana qədər nə qədər kilo versəm o qədər yaxşı olar. Amma çətin ki, bu qədər tortu yeyəndən sonra, aşı dolmanı yeyəndən sonra mən çəki verim. 58 kiloya qədər düşmüşdüm, amma bunları yeyəndən sonra 1 kilo atmışam, yəni 59 kilo çəkidəyəm. Nişana qədər çəki ata bilməsəm də çalışacağam ki, toya qədər 6 kilo arıqlayım. Düzdür, əvvəlki kilomdan xeyli çəki atmışam, yəni əvvəlki kilom 70 idi, 11 kilo atmışam. Bu da böyük bir uğurdur. Burası da yenə də istəyirəm, yəni də çəkim azalsın. 9, 10. Sağ, biraz sağ ol. Sağ ol. Ay maşallah. Ay maşallah. Vay vay.
Vlogu montaj edəndən sonra bura qədər baxdım, gördüm ki 14 dəqiqə alınır. Ona görə də çalışdım ki, sonraki gündən əlavə videolar çəkim, vloqa birləşdirim. Qonşu binada toy edirlər. Gəlin maşınlar gəlib, hamısı da qalinvagendir. Hər qalinvagen görəndə də öz toyum yadıma düşür. Çünki bizim də toyumuzda ağ qalinvagen maşın götürmüşdük. Xalamla Elza podruqada deyəndə mənim toyuma Elza pulsuz gəldi, təmənnasız oxudu. Düz yarım saat oxudu, 5-6 dənə mahnı idi, səhv eləmirəmsə. Xalam gil Fransaya köçmüşdülər deyəndə toyuma gələ bilməmişdi. Hamılardan görsünlər. Mən də gəlinimizi, bəyimizi ürəkdən təbrik edirəm. Nazilə xalasının adından və onun Rəqsanə xalası qızı, Fəridə xanım, ağa xalası oğlunu hamının adından təbrik edirəm. Qohumların gözləri aydın olsun, çox gözəlsiniz. Allah sizi gözəlliyinizdən də artıq xoşbəxt eləsin. Yarayanlardan olasınız, oğullu qızda olsunlar, hamı subaylardan görsünlər. Nasıl gəlinimizin, bunçası gəlinimizin ya. Gəlinimiz. Fevralın 18-ci 3 ilimiz tamam olacaq. Amma hələ də binanın qapısındakı işıqdan sallatdığımız lent orada durur. Yəni rəngi solsa da hələ də yerindədir. Bunu götürmek kadar salaktan değil mi? Ne kanalım bozu? Buna qəşən deyə, Götürüm onu. şirin deyə. Özü qəşəkdir. Götürüm onu aparırsan. Pişiklər var həyətdə. Soxdur, heç eləməz bir şey. Vasif həftənin 6 gün işdə olur. Yalnız həftənin bir günü bizimlə vaxt keçirdə bilir. Ona görə də biz bir yerdə gəldik parka. Vanilina keçən dəfə gələndə o sarı oturacaqda qoymuşdum. Yəni bilmirdim ki, qırılma ehtimalı var. Yaxşı ki, yəni biz oturanda qırılmadı. Yaxından da çəkim görün vəziyyəti necədir. Arxa hissəsindəki zəncir qabaq yerində idi, indi necə çıxardıblar. Onsuz da Banu oturduğu oturacaqda yaxşı vəziyyətdə deyil. Oturduğu yer qırıq-qırıqdır, amma əsas odur ki, zəncirlər yerindədir. Heç olmasa yellənə bilir. Yıxılarsan, tut onu. İstəyir. Oradan sürüşür, düşür də özü. Başım bəyəcək təmir. Yarım saat orada vaxt keçirdəndən sonra keçirik indi də marketdən bir şeylər almağa. Videom bitməyinə az qalıb, ona görə də sizdən indidən sağollaşıram. Bura qədər məni izlədiyiniz üçün çox sağ olun. Abunə deyilsinizsə abunə olun, like düyməsini basıb yorumlar yazın. Sizləri çox sevirəm, özünüzə yaxşı baxın. Sport etsən ya. Hə. Ordumu al. Gəl bana, gəl.